Mən bir xanımı bura dəvət edəcəm. Deməli, darıxmışdım Narınc xanım üçün. Narınc Psixologiya Mərkəzlərinin təsisçisi, rəhbəri, uzman klinik tibbi psixologumuz Narınc xanım Rüstəmova. Bir sual verəcəm indi Narınc xanıma. Xoş gəlir, səfa gətirir. Gəlsin görüm Narınc xanım. Vay, nə gözəl. Əsl yay abu havası. Sizin gözəlliyi sizdən. Narınc xanım, necəsiz? Yaxşı olur. Mən bir sual verim, sonra elə əyləşin bizim Vaqifin yanında. Narahat olmazsınız ki, orada əyləşmək Vaqif Bey. Bir də görürsünüz, sizi feyziyab etdi klasik əsərlərlə. Bütün unutdunuz dərdinizi. Elnur müəllim qısqanc deyil. Elnur müəllimi buradan salamlayıram, bilirəm, tanıyıram. Neçə yaşdan, daha doğrusu, neçənci ildən uşaqlarımızda psixoloji problemlər artmağa başladı? Məncə əvvəl bu qədər deyildi. Neçənci ildən? Ümumiyyətlə, bununla bağlı konkret statistika yoxdur. Amma ümumi olaraq baxsaq, son açıqlamada ötən 10 il ilə müqayisədə 2,5 dəfə yüksəkdir autizm diaqnozu alan uşaqlar. Yəni əvvəlki dönəmdə. Və bu da böyük bir rəqəmdir. Yəni 10 minə yaxın bir göstərici ilə 30 minə qalxıb bu. Gəlin əyləşin. Gəlin, bax burada Hüsnü sizə öz yerini verdi. Əyləşin burada. Baxın və bilməyənlər də bilsin. Bilirsiniz ki, indi 5 uşaqdan, doğulan 5 uşaqdan 3-ündə autizm sindromu var. Bu bilmirəm nədəndir, nədən deyil. Həmişə Narınc xanım danışır və Narınc xanımın özünün belə deyək də ABA terapiyası var ki, tam sağaldırmı? Tez danışır, sağaldırmı autizmli uşaqları? Bəli, ən tez effektiv üsuldur və Amerikada kəşf olunub, bəli. Və bilirsiniz ki, ən böyük cığırı, autizm diaqnozu olsun, təsnifatı olsun, kitabı olsun, hər birisi Amerikadan öyrənilir, oradan gəlir. Yəni, ən böyük cığır açan, son yenilikləri Amerika eləyir bununla bağlı. Mən belə başa düşdüm ki, ən çox xəstələr orada mı oldu belə autizmli xəstələr uşaq? Sadəcə orada elm və texnika daha çox inkişaf etdiyinə görə, bütün orada texnikalar, tədqiqatlar, Boston Xəstəlikləri İnstitutu, yəni Harvardın nəzdində fəaliyyət göstərən, bununla bağlı çox böyük araşdırmalar eləyir. Hətta müəyyən məqalələr var ki, dərman müalicəsi də artıq tapılmaq üzrədir. Yəni, cığır açıb. Amerika bununla bağlı çox böyük cığırlar açıb və bu ABA terapiyası, müasir ABA terapiyası ən son autizmli uşaqlar üçün ən son proqramdır ki, bu uşaqlar çox qısa müddətdə istədiyimiz nəticəni alır. Deməli, Narınc xanım, hamı xatırlayır da, o vaxtı bizim Oktay maşallah olsa Oktay da yeki kişidir. Çox gec danışırdı. Dedilər ki, ay nə bilim bildirçin yumurtası ver, ay nə bilim nə ver. Da vermədiyimiz heç nə yox idi o vaxtki dövrdə. Amma indi sosial şəbəkələrdə görürəm ki, o qulaq çöpündən dil masajı edirlər. Onun nə qədər təsiri var? Yəni, o necə olur? Siz elə qulaq çöpünü qoyun kənara, aparatla dilə qoyub, aparatla vibrasiya verib, o əzəlləri aktivləşdirərək autizmi danışdırdığını, autizmli uşağın reaksiyasını düzəltdiyini iddia edirlər. Çox təəssüf ki, təəssüf ki deyirsiniz. Bəli, çünki autizm dillə bağlı olan bir pozuntu deyil. Onların ağzında deyil problem, buradadır, ruhundadır. Onda mən sizə elə burada saxlayın, masaj eləyim, uşaq danışacaq. Ay insanlar, ay əziz analar, atalar. Yəni, sosial şəbəkədə mənim rastıma çıxdı, dedim, yəqin təsiri. Autizmli uşaqları dil masajına aparmayın, uşağın danışmamağı onun beyni ilə əlaqədardır. Bu mifdir. Özünüzdən şeylər etməyin. Yəni, bir var, Mətənət xanım, r-nı deyə bilməyən, dislaliyası olar, ş-nı deyənməyən, nə bilim, şirin danışır. Onları xüsusi masajlar var, doğru. Amma autizmə aid deyil bu. Autizmə aid deyil. Autizmdə loqopedik masaj, ay loqopedə gedəcək, danışacaq. Çünki bunu valideynlərə də belə inandırırlar. Valideynlər də gələndə deyirlər ki, biz uşağımıza loqoped istəyirik, mənim uşağımın loqopedə gedəcək və onu mütləq aparat qoyun dilinə, hətta belə dilinə aparat qoyub ölçürlər, əzələ tonusunu, bunda passivdir, aktivdir, masaj eləyəcəm. Autizmli uşaq sərsi gün danışacaq. Bir şey də deyim, bax, yenə sosial şəbəkədə rastımıza çıxır da ki, bir çox loqopedlər, indi hamıya şamil etmək olmaz, əksər loqopedlər deyir ki, uşağı danışdırır, çəkir, video paylaşır, artıq dil açıb danışır. Uşaq 2 addım o tərəfə gedir, ümumiyyətlə danışmır. Bu necə olur elə? Orada danışır, burada danışmır, ya necə? Autizm spektrli olan uşağın, görürsünüz, dilində əgər problem olsa,
ya danışar, ya danışmaz. Ya danışmaz. Amma gəlir loqopedin yanında danışır, loqoped videosunu çəkir. Bu nədir? Qoyundur. Bu nədir? Pişikdir. Necəsən? Yaxşıyam. Adın nədir? Rəsuldur. Bu Bunları danışmaq çəkir deyil. videoya. Bəli, robotik öyrədir, papuqay kimi. Və uşaq bunların zaten sosial problemi var, emosional problem. Bu uşaq hiss etdiyinlə düşündüyünü birləşdirib danışan bir. Tam razı. Və bunu öyrədir ki, səndən soruşanda, məsələn, soruşsan, atanın adı nədir? Deyir Rəsul. Adın nədir? Rəsul. Neçə yaşın var? Rəsul. Çünki öyrədib ki, robot kimi ki, bu sualı versəm, sən bunu cavab verməlisən və qarışdırır. Çünki onu düşünərək, hiss edərək deyə bilmir. Sadəcə əzbəri şəkildə öyrədilib. Və bu situasiyada valideyn görür ki, loqoped danışdırdı da mənim uşağımı. Gəlir mənə göstərir, ay Narçıxan, baxın, loqopedin yanında bu uşaq elə qəşəng dialoqa girir. Aparıram bir tədbirə, aparıram bir qonaqlığa, bir qonaq yerində. Biri soruşur, balam adın nədir? Cavab vermir Rəsulda. Amma loqopedin yanında bir gözəl danışır. Bax, ABA terapiyası bunu düzəldir. ABA terapiyası uşağın ünsiyyətini, autizm reaksiya pozuntusudur, dil qüsuru deyil ki, bu uşaq loqopedə getsin danışsın. Birazdan danışarıq Narınc xanım, çünki özümün də bir şəxsi bir-iki sualım olacaq. Görürsünüz ki, həyatda hər şey rast gəlirik. O qədər xəstə uşaqlarımız var. İndi böyüklərdən danışmırıq. Niyə? Çünki Narınc xanım sırf uşaqlarla çalışır. Ona görə uşaqların üzərindən keçirik ki, onlar gələcəkdə sağlam böyüsünlər. Autizm də bir bəli olub da, işte düşüb canımıza. Narınc xanım, baxın, autizmli uşaqlardan danışırıq. Onların dərəcəsi mi var ki, yüngül spektr, nə bilim deyirlər, ən ağırıdır, ortasıdır, elə mi? O cürdürmü? Əvvəllər autizmi növlərə bölürdülər. Əvvəl 7 növə böldülər, sonra onu 4-ə saldılar, sonra dedilər, yox, 2 növü var. Xeylam dəyişikliklər edilər. Ən son nomenklaturada, yəni adlandırmada artıq dərəcələndirmə qoydular. Yəni, yüngül risk qrupuna daxil uşaq, bu vallahi 10 uşağın 6-sında görürük. Televizora çox baxan, az ünsiyyətə girilən, anan başı ev işlərinə qarışır ya da diqqət eləyə bilmir, uşaq diqqətdən kənar qalır. Bunlar algı pozukluğu dediyimiz reaksiya zəifliyi olan uşaqlarda autizm risk qrupuna. Yəni, mən həmişə deyirəm, güllənin özü dəyməyib, qolun sıyırıb keçib. Sadəcə yüngül əlamətlər var ki, onları aradan qaldırmaq çox asandır və çox uşaqda var. Amma bir də var ki, yüngül autizm spektr pozuntusu və ağır autizm spektr pozuntusu. İndi dərəcələndirmədir və bu dərəcələndirmə ağır heç vaxt sıfıra enmir. Yəni, bunu bilməlidir valideynlər. Ağır spektr pozuntusu olan uşaqlar yalnızca hədəfimiz odur ki, uşaq həyata qayıda bilsin, sərbəst şəkildə ana atası olmadan həyatını davam etdirə bilsin. Amma bəzən valideynlər bunu yanlış anlaya bilirlər. Fikirləşir ki, mənim uşağım məktəbə gedəcək, tam universitetə təhsil alacaq. Yəni, bu autizmli olan uşaqların %30%-ında əqli geriliyi olur. Çox təəssüf, ikisi bir yerdə. Yəni, biz ona buçet sindrom deyirik. Həm sənin böyrək problemin var, həm şəkərin var, elə düşün. Həm təzyiq problemin var, həm şəkərin var. Amma onlar çox istedadlı olur. Bizə gəlib də autizmli uşaqlar, gözəl rəqslər edirlər, musiqilər. Yüngül və risk qrupuna daxil olan uşaqlar var ki, hətta mənə gəlirlər uşaqlar. Onun ana atasında mən görürəm yüngül autizm əlamətləri. O evlənib də, baxırsan ki, universitet qutarıb, çox da yaxşı yerlərdə çalışırlar. Orada belə deyək, əgər ana atada autizm varsa, uşaq da elə doğulacaq. Olma ehtimalı bəli, təbii ki, %14 artır valideynlərin birində varsa. Amma autizm spektr pozuntusu bugün bizim məqsədimiz odur ki, bu uşaqlarda bu ünsiyyət pozuntusudur. Yəni, düşünün ki, autizmli uşaqların dili işləmədiyi üçün danışmaq deyil. Onlar sadəcə insanlardan çəkinir, qorxur, onlarla ünsiyyəti necə girə biləcəyini bilmir. İndi bir dəqiqə bir şey deyim mən sizə. İletişim bozukluğudur. Baxın, mənim anam, atam, mən məsəl üçün evdə gözümü açanda mən elə evdə tək olmuşam. Çünki anam xəstəxanada olub, daimi məni dünyaya gətirəndən sonra daimi xəstəxanalarda. Mənə qonşu baxıb, bu cür böyümüşəm. Atam işdə olub. Mən ömrü boyu tək olmuşam, tək. Amma mən o cür olmamışam. O necə olub bəs? Autizm spektr pozuntusu təbii ki, 7-ci ayından öz əlamətlərini göstərir. 7-ci ayından?
artıq uşaq göz kontaktı qurmamağa başlayır. Ana deyən uşaq, nənə deyən uşaq, gəl deyən uşaq yavaş-yavaş analar video göstərir. Deyir, Narışxan, baxın burada necə musiqi qoyuruq oynayır. Burada mənim adımı necə səsləyir. Uşaq get-gedə donmağa başladı. Uşağın reaksiyaları zəiflədi. Çox heyif. Bir var anadan gəlmə olsa, deyirsən dərd yarı. Məsələn, Down sindromu elədi, dünyaya gələndə sanki sonradan qazanılmış olur. Bəli, sonradan 7-ci ayından başlayır qığılcımlar, başlayır öz ətrafında dönmə, əllərin yellətmə, eyni müxtəlif səslər çıxartma, xüsusən də yerində paltar yuyanın önündə oturub dönən paltar yuyana saatlarla baxmaq istəməsi. Anladım Narınc xanım. Bu get-gedə autizm əlamətləri valideyn görən kimi düşməlidir üstünə. Və bu ABA proqramında ABA proqramı ilə onu deyəcəkdim. ABA proqramında artıq 8 saat, nə qədər çox saat təlim, bir o qədər uşaq tez həyata qayıdır. Baxın, mən də buradan elə sizin adınızdan səslənmək istəyirəm. Əziz valideynlər, o sosial şəbəkələrdə heç A-la B-ni bilməyən o qədər bu dəqiqə psixoloqlar var. Yaxşı psixoloqlarımız var, hamısını da tanıyırıq. Amma özünüzdən, ay çöpü götdüm, nəsə elədim, qonşu bunu dedi, elədim, ay nələs bu filan kəs psixoloq, elə etməyin. Yəni tanıdığınız, bildiyiniz və illərdir, insanı mən illərdir tanıyıram. Bugün sabah 20 neçə il olacaq ki, mən Narınc xanımı və onun bütün ailəsini tanıyıram. Elnur müəllimi də buradan salamlayıram və müraciət edin. Hər dəfə, maşallah olsun, Narınc xanım sosial şəbəkədə də çox fəaldır. Və bilirsiniz, Instagram səhifəsini bilirsiniz, məndən yaxşı bəlkə ev nömrəsini də bilirsiniz, telefonunu da bilirsiniz. Ona görə Narınc xanıma müraciət edin.